əməllərini ibarət. Allah qardaşımızın övladını salihlərə dinləsin, gözünə sevinci getirəcək, övladlar nəsib etsin ümmətin hamısına. Allah subhanətlə övladlarımızı İslam tərbiyəsi üzrə tərbiyə etməyi bizlərə nəsib eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisini xatırladım inşallah. Çünki bu hədis, yəni hazırki vəziyyətdə, yəni hamımızın ehtiyacı olunmuş hədislərdən biridir. Deməli, hədisi rəvayət edən Muaz bin Cəbəldir. Muaz bin Cəbəl radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin istəyidir. Peyğəmbər sallallahu aleyhi ve sellemdən bir gün bir yerdəydik. Yəni bir gün bir yerdəydik. Alimlər deyirlər ki, burada Təbuk döyüşü qəsd olunur. Yəni hədisi başqalarına gəlir ki, Təbuk döyüşündə, yəni Allah yolunda döyüşə çıxmışdıq və hələ bir yerdəydi. Mən də Peyğəmbər sallallahu aleyhi ve sellem yaxın idim. Dedim ki, ya Rasulullah, mənə elə bir əməl deyilən ki, onunla cənnətə yaxınlaşım və cəhənnəmdən uzaqlaşım. Elm əhli buyurur ki, bu sahabələrin nə boyda əzimli istəyini göstərir. Xüsusən də sual verəndə görsün, mühüm şeylər soruşmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellemə yaxındır, cihaddır, döyüşdür, döyüş bir onları dinləri haqqında maraqlanmaqdan yayındırmış, qaldı hələ başqa şeylər. Nə? Qaldı hələ başqa şeylər. Döyüşdür, Təbuk döyüşüdür. Sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellemə mən yaxın idim. Yəni. Ola bir istirahətə deyəmişlər və s. Deyir, soçum ki, ya Rasulallah, mən elə bir əməl göstərir ki, onunla cənnətə girim və onunla cəhənnəmdən uzaqlaşım. Alimlər buyururlar ki, burada başqa faydalardan biri odur ki, birinci sahabələrin böyük himməsi, yəni görsən haqqında sual verildi, radiyallahu anh, və ümmətdə halalla haramı ən yaxşı bilən Muaz bin Cəbəldir. Hətta alimlər deyir ki, rəvayətlərdə deyir ki, Muaz bin Cəbəl qiyamət günü ümmətin alimlərinin önündə gedəcək. Və onunla alimlər arasında bir oxu atırsan, hansı uzaq məsafəyə düşürsə, o qədər məsafə olacaq. Boşuna deyildi Muaz bin Cəbəlin Yəmənə dəvətə göndərməsi və s. və s. və s. Və ona deməsi ki, mən səni Allah üçün sevirəm. Həmçinin Allah üçün sevməsinə baxmayaraq, qövmündə namaz qıldıranda uzun qıldırdığına görə ona səni fitnə salmaq üçün göndərmişim, ey Muaz, nəsiyyət eləməsi. Aydındır, bəzi insanlar başlayır ki, bir sən Allah üçün sevirsənsə, heç onu nəsiyyət eləməyəcəksən, ay xətrinə dəyməyəcəksən, nə? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Muaz'a bir rəvayətə gəlmiş, sən Allah üçün sevirəm. Bir rəvayətə gəlib ondan şikayət edir, deyir, ey Muaz, əfətdən önündə ya Muaz, sən fitnəkar mısın ey Muaz? Sənin cəmatın göndərmişə fitnə mi salasan deyə. Yəni Allah üçün sevgi buna mani olmamalıdır. Sən qardaşına xəta görsən, onu düzətməlisən, nəsiyyət eləməlisən. Bəzi insanlar başlayır ki, Allah üçün sevgi odur ki, Allah üçün sevməlisən, neyin eləsin göz yummasan. Xeyr, bu Allah üçün sevgidir, bu nəfs üçün sevgidir. Ona görə Allah üçün sevginin alimlər deyirlər ki, faturası böyükdür. Çətindir yəni. Söz asas söz, dildə nə var ki, yəni Allah üçün sevirəm. Sabah dünya məsələsini görməndən küsdən nə olacaq? Xətinə deyilsə nə olacaq? İncisən nə olacaq? Daha nə oldu Allah üçün sevmək? Aydın, ona görə ki, Allah üçün sevginin bizdən tələbi Əsr surəsi 3-cü ayədir. İllellezine amenu ve amilus salihat ve tevasav bil haqqi ve tevasav bis sabri. Elm, əməl, dəvət, səbr. Dəvət edəcəksən qardaşın, səbirli edəcəksən, nəsiyyət edəcəksən. Bu Allah üçün sevməkdir. Və alimlər deyirlər Şeyh Fawzan Hafizoğlu deyir ki, burada gözəl fayda var. Muaz bin Cəbəl sualı yiyəsinə verir. Kimdən soruşur? Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Bu da onu göstərir ki, sualı onun əhlinə vermək lazımdır. Kevkin oldu soruşmurlar, əhli olmayandan soruşmurlar, özlərini alim deyib fətva verənlərdən soruşmurlar, həqiqi dini bilənlərdən soruşurlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əzəmətli sözdür. Ləqad səəltəni an azim. Sən məndən əzəmətli şeylər barədə soruşdun. Səni soruşdun, elə bilən məsələ deyil yəni. Nə soruşdu? Cənnətə girmək və cəhənnəmdən uzaqlaşmaq üçün əməllər göstərməli. Allah Nəbisi sallallahu aleyhi ve sellem özü buyurur ki, Ləqad səəltəni an azim. Sən məndən böyük şey barədə soruşdun. İnnehu leyesirun alə mən yessərəhullah. Və bu şeylər asandır, indi sənin soruşduğun şeylər və mən cavab verəcəyim şeylər. Kimə ki Allah asanlaşdırır? Bəli, onun asanlaşdırdığından başqa asanlıq yoxdur. Ona görə bir şey çətin gələndə, ağır gəlmiş nə deyirlər? Allahümmə
La sehlə illə mə cealtəhu səhlə. Allah'ım sənin asanlaşdırdığından başqa asanlıq yoxdur. Və əntə tec'al həznə idə şi'tə səhlə. Sən istəsən ən çətin şeyi bir asanlaşdırarsan. Çünki çətinlik, asanlıq sənin mənə görə olan bir məfhumdur. Ona görə hamısı asandır. Aydındır. Çətinlik məfhumdur. Asanlıq sahmana görədir. Bizə çətin gələ bilər. İnnəmə əmruhu İzə əradə şeyən ən yəqulləhu kun feyekun. Onun əmri bir şeyi etmək istəyəndə onu ol deyir, o da olar. Asanlar çətinlik bizi yorulan bir məfhumdur. Onu görüyor. İn yeşə yuzhibukum və yəti bi xalqin cədid və mə zəlikə aləllahi bi əziz. Allah sizi məhv edib, yerinizə başqa yaradılanlar gətirər. Bu Allah üçün çox da çətin bir şey deyil. Asan bir şey. Deyir, İnnehu yəsirun limən yəssərəhullah. Asandır kime ki Allah asanlaşdırır, yani kime ki Allah subhanahu həmin əməli eləməyə müvəffəq edir. Vallahi salih əməllər Allahın müvəffəqiyyətidir. Səni salih əmələ müvəffəq edib, əlhəmdülillah Allahın müvəffəqiyyətidir. Sübh namazını cemaatlə qılma müvəffəq edib, Quran oxuma müvəffəq edib, oruç tutma müvəffəq edib, cümə namazına gəlməyə müvəffəq edib, salih əməllər, yaxşıdır davranmaq, ümrəyə getmək, onun müvəffəqiyyətidir. Yoxsa çoxdur insanlar var, nə qədər malları və heç nə həccə gedib də ümrəyə. Çünki müvəffəq olmuşlar. Elə adamda o iş malı yoxdur, dəfələrlə gedib də gəlibdir. Muvaffaq, mən vaffaqahullah. Müvəffəqiyyət Allahın müvəffəq elədiyi kimsədir. Çünki Allah müvəffəqiyyət verirsə. Ona görə deyirlər ki, nə olur olsun tevfiq minallah, müvəffəqiyyət Allahdandır. Aydındır. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yaxşı. Oda yaxınlaşdı, odan uzaqlaşdırıb cənnətə yaxınlaşdıran əməllər sayır. Ən tə'budallaha və la tuşriku bi şeyən. Ey Muaz, elə isə, madam soruşmuşsan, odan uzaqlaşdırıb cənnətə yaxınlaşdıran əməl, onda Allah'a ibadət elə, ona heç bir şey şərik qoşma. Hədisi qısa keçəcək, hərəsi üstə deyənsə, ibadət, məfhumu, şərik, şirkin növləri, ulan səni çox dayanmayacaq. Allah'a ibadət elə, ona heç bir şey eləmə, şərik qoşma. Zaten bu Allah'ın en büyük emridir. Allah'ın en büyük emri nedir? Tevhid. İ'budullah ve la tuşriku bir şey'e. Allah'a ibadet edin, ona hiçbir şey şerik koşmayın. Ve qada rabbuke alla ta'budu illa iyyah ve bil valideyni ihsana. Rabbiniz yalnız ona ibadet olmasını ve valideyninize yaxşı davranmasını emir edin. Emr olunan nedir? Olardı. Soru ne değil? Deməli birinci hamının bildiği şey. Allah'a ibadet hiçbir şey şerik koşmayın. Çünkü bu esas emirdir. Sonra tuqimus salah. Namazların dost doğrudur. Madem ondan uzaklaşıp cennete yaklaşmak isteyen namazın dostu bu. Ve tu'ti zeka ve zekatını ver. Ve tasumu Ramazan. Ramazan orucunu tut. Ramazan ayı qabaqda da Allah hamımızı Ramazana çatdırsın. Bu aydan istifade eden kullarını eləsin bizleri. Allahümme belliğine Ramazan. Allah bizi Ramazana yetiştir ya Rabbi. Ve tehuccül beyt. Ve Kâbe ibn-i hacc ile. Thumme kâle. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurdu. Allahu akbar. Ela edulluka ala evvabil hayri. Bu birinci en vacib olan şeylerdi. Sonra da sana hayır yollarını öğredim mi? Alimler deyir ki, bəzən görsən, sən bir şey barəsində soruşursan, alim isə daha geniş açıqlama verir. Ondan artığını daha verir. Bəli, onun için qardaş bir sual verir. Deyir, sana deyim mi, bunda necə eləmək lazımdır? Bu özü öğretməkdir. Əslində o sual verməmişdi çox. Bu özü öğretməkdir. Sənə xeyir qapılarıyla xəbər verir mi? Deyir, ya Rabbi, bəli. Deyir ki, əs-savmu cünnə, oruç qalxandır. Nə deyir? Oruç qalxan. Hə, bundan əvvəl yuxarıda deyir, axı ben Ramazan orucu tut. Yuxarıdakı hissəsində nə deyirsən? Dedi, şəhadə la ilahe illallah, yəni Allah'a ibadət hiçbir şey şərik koşma, namaz qıl, zekat ver, oruç tut. Burada da deyir ki, xeyir qapılarınca oruç qalxandır. Alimə deyir, həm fərz, həm də nafilə. Burada əslində deyir, xeyir qapılarının deməsi ki, yəni nafilə orucu çoxaldı. Oruc qalxan niyə sipərdir? Bəziləri deyir, cəhənnəm odundan sipərdir, hədislərdə gəlib. Bəziləri deyir, nədən sipərdir? Haramlara qarşı sipərdir. Çünki bədən zəif olur və s. İnsan şəhvət və s. zəif olur, günahlara çox meyil eləmir. Onun ki, sizdən bacaran evlənsin, onu bacarmayan oruçdur. Yəni, oruç insanın iyi, bədəni zəiflədir. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, "Es-sadaqatu tutfi'l hataya kema yutfi'ul ma'un nar." Sadaqa ver, sadaqa odu söndürür. Necə ki,
Sədəqə günahları söndürür necə ki, suyun odu söndürdüyü kimi. Aydındır, günahlar söndürür. Alimlər deyirlər ki, bəli. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tövsiyə edib ki, İttəqul haythuma kunt. Harda olursan ol, Allahdan qorx və hər bir pisliyin ardınca yaxşı bir əməl elə. Sən günaha düşə bilərsən, amma qalma o günahda, tezcə yaxşı əməl elə. Sən bir günaha düşdün, o saatlar o dil xorov oturma, şeytana qabaşma. İstiğfar elə, tövbə elə, get sədəqə ver, nəsə elə. Xeyir əməl elə. Ki onu neynəsin? Silsin var, Rəbbin qəzəbini söndürsün. Aydındır. Yani hamısı dediğim ki üstüne dayanmırıq. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem birinci dedi ki, oruç qalxandır. Sonra sədəqə üçüncü gün nə deyir? Salatur racil, kişinin gecənin boşluğunda qıldığı namaz. Yəni gecə namazı. Sümmə tələ qavlillahi teala. Sonra Allah subhanahu ta'ala bu ayəsini oxudu. Səcdə surəsində tətəcəfə cunubum anil mədaci'i yəd'un rabbahum xavfan və təmə'a. O kimsələr ki, böyürlərini, yanlarını yataqdan qaldırarlar və Rəbbinə qorxaraq, ümid edirlər, neynirlər? Allah'a dua edirlər, Allah ibadət edirlər. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem diyordu ki, Ələ uxbirki bi ra'sil əmri kulli. Bütün işlərin başını sənə deyim mi? Və onun dirəyini və onun ən uca zirvəsini. Bələ ya Rasulullah. Əlbəttə yalan Peyğəmbər, dinən. Xeyr, getməyə bax, hardadır, soruşmadığı şeylər belə. Və də ra'sul əmri İslam. İşin başı namazdır. Bütün xeyir işlərin başı nədir? İslamdır. Bütün xeyir işlərin başı İslamdır. Amuduhu as-salə. Dirəyi nədir? Nəyi? İslamın nəyi? Dirəksiz nətər olacaq bu ev? Aydındır. Ya çox zəifdir, ya tamamilə yıxılıb, ya yıxıldadır. Aydındır. Ona görə bəziləri ki, namazsız İslam təsəvvür olunmaz. Ona görə sahabələrdən gəlir olur, İslam'a gəlince namaza başlayırlar. Hani çox təəssüf olsun ki, bəzi insanlar heç namazın onlara vacib olduğunu anlamırlar. Elə bilirlər ki, namaz günahı yumaqdan ötürü qılınan bir şeydir. Və yaxud elə, mən günahım yoxdur ki, günahımı yuyam. Sürəyə təmiz olsun. Ha, bu anlamır ki, namaz, Allah subhanahu əmri deyə qılınır. Bunun günah olub olmayan adiyyəti yox. Peyğəmbər sallallahu aleyhi ve sellem ayaqları şişənə qədər namaz qılır. Deyir, əfələ əkun əbdən şəkura. Mən Allah şükür ilə qıl olmayım mı? Necə yəni? Elə deyərdi ki, elə, mən ki, mənə qalmışam, bir də yağmış yerdə namaz qılır. Yəni, namaz günahlara görə qılınan bir əməl deyil. Namaz Allah'ın əmridir. Günahların cezası ayrıdır, namaz əmrini yeni etmək ayrıdır. Hətta nə günah edirsən belə. Məsələn, insan sələmlə məşğuldur. Məsələn, içki satır, içki ilə məşğuldur, içki və s. Namaz qılması yox, namaz qılması deyə bir şey yox, namazı mütləq qılmalıdır. O heç. Namaz hiçbir halda tərk eləməli deyil. Mən günahkaram, hələ namaz qılanmalıyım. Yox, sən namaz qılmalısan. Elə namaz qılmamaq ən böyük günahkarlıqdır da elə. Sonra tərk edərsən o üçün məsələləri, faizi, sələmi, bancı, oğurluğu, içkini və s. Tərk etməsən belə, o günahları görə namazı tərk etməli deyilsən. Əksinə, namazında güclü olmalısan ki, o zaman namazın güclü olanda sən o pisliklərdən neyi yiyəcək? Çəkindirəcək. Çünki Allah subhanahu Qur'an-ı Kərimdə buyurur ki, İnna salate tenha anil fahşe vel munkar. Həqiqətən namaz insanı çirkin və pis əməllərdən çəkindirir. Namazını gözəlləşdirir, yavaş-yavaş neyi yiyəcəksən öz pis əməllərdən çəkindirəcək. Yoxsa bu gözlüyü ki, pis əməllərdən çəkinsin, namaza başlasın. Qeyr. Namaza başla Allah'ın izniyle. İnşallah ki yavaş-yavaş çəkinərsən pis əməllərdən də. Və zirvət sənəmihi, onun ən uca zirvəsi də Allah yolunda cihaddır. Xüsusən iki vaxtda. Çalış, çalış, dəvət üçün çalış, elmi öyrənmək üçün çalış, elmi yaymaq üçün çalış. Vallahi bu da özü də cihaddır. Cihadın ən əzəmətli növlərindəndir. Aydındır. Bəzilədir alimin qələmi, şəhidin qanı. Alimin qələmi nə qədər insanlar qurtarır. Şəhidin qanısı bir dənə özünü ya da özün məmləkətini qurtarır. Alimin isə yazdığı üçün neçə məmləkəti qurtarsın. Aydın ona görə Allah yolunda çalışmanın növlərindəndir. Elm öyrənmək, öyrətmək və s. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bunların hamısını əldə saxlayacaq bir şey deyil mi sənə? Allah'a bak. Və əxazə bilisəni, Peyğəmbər sallallahu aleyhi ve sellem öz dilindən tutdu. Qal, bəzi rəvayətlərdə deyirlər ki, 10 dilindən tutdu. Aydındır, bəzi deyirlər mağalıdır.
öz dilindən tut. Və qal kuff aleykə hədə. Bunu tut saxla. Yəni sən onun üçün bunları eləyəsən, bu hamısını qoymasın qalmağa. Ona dağıt, buna dağıt, onun haqqına girmişsən, bunlarla danışmışsan, bunu qeybət edilmişsən və s. Bunu tut saxla. Qalə ya Rasulallah, dedim ki, ey Allahın Peyğəmbəri, məgər yəni biz danışdıqlarımızın hamısına görə sorulsan, olmazlar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, səqilət qavmuka ya Muad, anan səni itirsin ey Muaz. Yəni o ərəb dilində bəddua deyil, mənanı qüvvətləndirmək üçün. Məgər insanlar cəhənnəmə üzləri üstə və sinələri üstə dillərini itirənə görə sürüklənməyəcəklərim. Ona görə İmam Munəvvər Rəhəməhullah sözünü təkrar edir. Muvahhidləri ən çox cəhənnəmə salan şey insan haqlarıdır. Nə deyim? Muvahhidsən, tövhidəlisən, yaxşı dadı və sifətlər, ulhuyyə, ruhiyyə, amma onun haqqında danışmışsan, bunu qeybətdən eləmişsən, buna zülm eləmişsən, buna bəhdən almışsan. Eləmə. Nə məsələdə olur olsun. Yəni zalim olmaqdan ötürü birini yeyib dövmək lazım deyil. Elə onun izinə toxunmaq da zalimlikdir. Zülm qiyamət gün zülmətdir. Müsəlmanın bir-birinə haram nəyi? Qanı, yəni öldürmək olmaz onu, malı oğurlamaq olmaz və namusu zinə eləmək olmaz. Və yaxud da şərər, ona görə görsən, fikir ver. Ən böyük günah nədir? Şirk eləmək. Allahın xalis haqqına tövhidə qarşı cinayət. Allahın haqqını pozmaq. 3 dənəsinə bax, sonra gələn böyük günahlar. Adam öldürmək haqsız yerə qanla bağlıdır. Oğurluq eləmək malla bağlıdır. Zinə eləmək də namusla bağlıdır. Allah Subhanahu istəyir ki, Allah Subhanahu bizi gizli aşkar bütün günahlardan hifz eləsin, qorusun, ümməti islah eləsin, Allah ölkəmizi qorusun fitnə fəsaddan, düşmənlərin hiləsindən. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn. Allah bərəkət versin. Allah sana da verir.